Azərbaycan bugün öz müdafiə strategiyasına yalnız ənənəvi silahlarla deyil, gələcəyin texnologiyalarına söykənən ağıllı, dəqiq və uzaq mənzilli zərbə sistemləri ilə formalaşdırır. LoRa operativ taktiki raketi 300 kilometrdən artıq məsafədə yüksək dəqiqliklə hədəfləri vuraraq ölkənin strateji zərbə qabiliyyətinin əsas sütunlarından birinə çevrilib, Polonez Emilaris isə eyni anda onlarla raketi buraxaraq geniş ərazini neytrallaşdırmaq gücünü nümayiş etdirir. Harop kamikadze dronları 44 günlük vətən müharibəsində sınaqdan keçmiş və müasir dövrün döyüş qaydalarını dəyişən əsas sistemlər arasında Azərbaycanın adını beynəlxalq analitiklərin diqqət mərkəzinə gətirmişdir. Hazırda ölkə müdafiə sənayesi yeni nəsil raketlərin istehsalı, özəl qaydan sistemləri, elektron müharibə qoruması və real vaxtda hədəf məlumatlandırması üzərində çalışaraq regionda qeyri-asimetrik üstünlüyünü daha da artırır. Həm qərbi, həm də şərqi texnologiyaları öz modelinə uyğun inteqrasiya edən Azərbaycan ordusu artıq yalnız müasir silahlara sahib olan bir dövlət deyil, eyni zamanda gələcəyin döyüş konsepsiyasını formalaşdıran regional lider kimi tanınır. Bütün bu inkişaflar göstərir ki, gələcəyin silahı, Azərbaycanın müdafiə imzası sadəcə bir ad deyil, ölkənin strateji vizyonu, real gücü və sabaha olan inamının peşəkar şəkildə qurulan hərbi sənaye siyasətinin canlı sübutudur.